Bu sualda deyilir ki, eyni maddənin aqreqat halları X, Y və Z ilə işarə edilib. Z-i Y-ə çevirmək üçün soyutmaq lazımdır. X-in isə molyar həcmi ən böyükdür. Maddələrin aqreqat halını müəyyən edin. Yəni biz bu ifadələrdən istifadə edərək X, Y və Z-in hansı aqreqat halları olduğunu müəyyən edəcəyik. Əvvəlcə onu qeyd edim ki, sualda eyni maddənin aqreqat halları X, Y və Z ilə işarə edilib deyəndə nə deyilir? Çünki bəzən şagirdlər bunu anlamır. Məsələn, deyək ki, su maddəsidir. Su maddəsinin bərk halını, buz halını X ilə işarə edib, maye halını deyək ki, Y ilə işarə edib, qaz halını da Z ilə işarə edib. Yəni bunu demək istəyir bizə. Biz bu ifadələrdən istifadə edərək necə aqreqat halını müəyyən edirik? Birinci ifadədən, yəni Z-i Y-ə çevirmək üçün soyutmaq lazımdır. Bu ifadədən başlasaq, doğru cavabı tapa bilməyəcəyik. Lakin sonuncu ifadədən, X-in molyar həcmi ən böyükdür. Bu ifadədən istifadə edərək biz sualın doğru cavabını tapacağıq. Çünki biz bilirik ki, öyrənmişik ki, maddənin qaz halında molyar həcmi ən böyük olur. Deməli, o zaman X maddəsi avtomatik müəyyən etdik ki, maddənin qaz halıdır. Aha. İndi isə birinci ifadəni oxuyaq. Deyir ki, Z-i Y-ə çevirmək üçün soyutmaq lazımdır. Aha, biz bilirik ki, Z ya bərk olacaq, ya da maye olacaq da. Maddənin 3 aqreqat halı var, bərk, maye, qaz. Deməli, əgər Z bərk olsa, Y-də nə olmalıdır? Maye. Yox, əgər Z maye olsa, Y-də olacaq bərk. Aha. Və biz bilirik ki, bərki mayeyə çevirmək üçün, məsələn, buzu maye suya çevirmək üçün nə etməliyik? Onu qızdırmalıyıq, isitməliyik. Yəni qızdırmaq lazımdır. Amma maye suyu buza çevirmək üçün nə edirik? Onu dondururuq, yəni soyuduruq. Aha. O zaman bizdə şərtdə də deyilir ki, Z-i Y-ə çevirmək üçün soyutmaq lazımdır. Aha, artıq müəyyən etdik ki, Z maye halıymış, Y isə maddənin bərk halıymış. O zaman doğru cavabımız olacaq Y variantı.